Above every inch of Azerbaijan's land, silent protectors watch the skies. They see what others can't. They strike before the danger arrives. These are not just machines. They are the eyes, the shields, the guardians of our sky. Azerbaycan Airplane. Göylərin sakitliyində uzaqlarda bir radar səsi eşidilir. Bu səs Azərbaycanın səmalarını qoruyan qəhrəmanların nəfəsidir. Dünyanın ən mürəkkəb hava hücum sistemlərindən biri bu torpaqda dayanır. Azərbaycanın hava hücumundan müdafiə qüvvələri. Onların missiyası sadə, amma müqəddəsdir. Heç bir təhdid bu səmadan keçməməlidir. Hər radar döyüntüsü, hər siqnal, hər uçan hədəf bir an içində müəyyən olunur. Əgər bir raket səmaya qalxarsa, Azərbaycanın səma qoruyucuları onu hədəfə çatmadan məhv edirlər. Bu güc illərlə qurulan nizam-intizamın, təlimlərin və texnologiyanın nəticəsidir. İsrailli Barak 8, Rusiyanın S-300 PMU-2 və yerli sistemlər bir yerdə işləyir. Bir orkestr kimi. Hər biri səmanın fərqli qatını qoruyur. Gecənin qaranlığında bir dron görünür və saniyələr içində radar onu tanıyır. Komandanın səsi gəlir. Hədəf aşkarlandı. Bir klik və raket havaya qalxır. Qaranlıq səmada bir işıq partlayır, təhlükə məhv olur. Amma bu texnologiyanın arxasında insan ürəyi dayanır. O əskərin ürəyi ki, hər gecə monitora baxaraq deyir, bu səma mənim vətənimdir. Onların gecəsi yoxdur, istirahəti yoxdur. Çünki düşmən istənilən an sınaqdan çıxa bilər. Hər radar operatoru, hər texnik, hər pilot səmanın gözüdür. Onlar görmədiyimiz təhlükəni görürlər və sükut içində Azərbaycanı qoruyurlar. Azərbaycanın hava gücü təkcə müdafiə üçün deyil, həm də sülh üçün dayanır. Dünyaya mesaj açıqdır. Biz müharibə istəmirik, amma kiminsə fikrində bu səma varsa, bu səma artıq qorunur. Vətən üzərində uçan hər quş azadlığın simvoludur, amma heç bir yad təyyarə bu azadlığa toxuna bilməz. Hər bir səma qoruyucusu bir qəhrəmandır. Görünməz, səssiz, amma güclü. Onların sayəsində körpələr rahat yatır, ailələr sükun içində nəfəs alır və Azərbaycan səması hər zaman azad və təhlükəsizdir. Yerdə dəmir yumruq, göydə səma qoruyucusu. Bu iki güc birləşəndə vətən toxunulmaz olur. Azərbaycan, bu səma, bu torpaq, bu xalq əbədi azad qalacaq.